Herkese salam, kanalıma ve yeni vloguma hoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Gördüyünüz kimi bugün saat 9-da oyanmışam. Əslində saat 6-dan oyağam. Sadəcə özümə gəlməyim falan saat 9-da yadıma düşdü ki, belə bir vlog başladım. Vloguma keçməmişdən öncə sizə statistikanı yerləşdirəcəm. Bəli, gördüyünüz kimi abunə olmadan izləyən izləyicilərimin sayısı abunə olanlardan çoxdur. Ona görə də zəhmət olmasa hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək ola bilərsiniz və keçək vlogumuza. Dediyim kimi səhər tezdəndən Raulun sayəsində 6-dan oyandım. Daha sonra biraz başım qarışdı, idman elədim. Biraz Raulu yedizdirdim. İdman hərəkətləri olaraq hansı idmanı eləyirəm deyə sorursanız, YouTube-da Ebru Şallı Pilates deyə axtarışa versəz, çox gözəl videolar çıxır. 40 dəqiqəlik də var, 15 dəqiqəlik də var. Hansı vaxtınıza uyğundursa, onu da seçib izləyə bilərsiniz və çox effektiv Pilates hərəkətləridir. Mütləq şəkildə tövsiyə edirəm hər birinizə. Mən də onun sayəsində ilə arıqlamışam. Daha sonra səhər yeməyinin yanında belə təbii meyvə şirəsi içmək istədim. Alma ilə kökün dadını daha çox sevirəm. Bu şirə çəkən aparatımı 1 ilə yaxında almışam, amma bəzən çox istifadə etdikdə dayanır və işləmir. Bilmirəm niyə, ya da başqa bir firma seçməli idim. Bəlkə də yaxşı firma deyil hal-hazırda məndə olan. Əgər sizlərdə də şirə çəkən aparat varsa, necədir istifadəsi? Sizlərdə də belə bir hal baş verirsə, mənə yorumlarda yazın. Əgər bu normal hal deyilsə, yəni mən dəyişməyi düşünürəm, çünki biraz çox istifadə etdikdən sonra artıq görürəm ki, dayanır və heç cür şirəni çəkmir. Bilmirəm, qızır motoru ya nədir. Yəni ki, heç məmnun deyiləm hal-hazırda bu aparatdan. Ona görə də dəyişməyi düşünürəm. Səhər yeməyimi də hazırlayıb yeyəndən sonra biraz ara verdim video çəkməyə. Deyəsən bu arada videolarımı montaj eləyirdim. İstər-istəməz həmin aralarda video çəkə bilmirəm. Daha sonra axşam Temu bağlamam var idi. Dedim elə onları açmışkən sizlərə də çəkiliş eləyim. Burada qarışıq məhsullar almışam. Həm uşaqlara, həm evə, həm də yeni planşetim üçün biraz kabro, qoruyucu falan almışam. İndi hamısını bir-bir göstərəcəm sizlər üçün. Demək istəyirəm ki, əgər Temunu hələ də yükləməmisinizsə, mənim linkimdən keçid eləyib 150 manatlıq kupon əldə edə bilərsiniz və 30%lik endirim kodumdan da istifadə eləyərək gözəl endirimlər əldə edə bilərsiniz. Ona görə də əgər hələ də tətbiqi yükləməmisinizsə və yaxud yükləyib hələ də sifariş etməmisinizsə, çünki məndə bildiriş kimi düşür ki, məsələn bu istifadəçi tətbiqi yüklədi sizin linkinizlə, amma hələ də sifariş verməyib. 30 günlük müddəti var onun da. Yəni hələ də tətbiqi yükləyib sifariş verməmisinizsə, sifariş üçün tələsin və koddan da istifadə eləməyi unutmayın. Deməli, qızlar, kargolarımı açdım. Burada Raul üçün aldığım ayaqqabıdır. Razmeri 28-dir. Dəri və içərisində mehli, gözəl isti saxlayan bir ayaqqabıdır. Burada Ajdaya belə kalqotka götürmüşdüm. Böyük razmerdir bu da. Yaxşıdır, pambıqlı materialı. Sonra belə bir butulka almışdım, amma rəngindən belə gələcəyini bilmirdim. Raul üçün düşünüb almışdım, amma ev yox, evdə istifadə eləyər. Bu da onun başlığıdır. Tez-tez çirklənir və bu başlıq sayəsində dəyişib təmiz saxlaya biləcəm. Bunu dəqiq bilmirəm, amma güzgünün üzərində su ləkələri, hamamda krandın üzərində su ləkələri qalmasın deyə istifadə olunan bir qutqadır. Bunu bir yerdə yoxlayarıq. Daha sonra belə bir dekor almışam. Bunu quraşdırandan sonra sizə göstərərəm. Şəklini əlavə edərəm, sizlər üçün baxarsınız, amma quraşdırdıqdan sonra da göstərərəm. Və biraz da elektronika məhsulları almışdım. Planşetim üçün kabro, qoruyucu, belə zaretkanı qorumaq üçün bu cür nə deyirlər adını bilmirəm. Yəni belə zaretkanı buna doluyursunuz və qırılmalara qarşı qoruyur. Üzərində də belə mişkalar var, çox gözəldir bu da. Və belə shorts formasında da paylaşaram sizlər üçün. Aldıqlarım da bu qədər idi. Bunu da açmaq yadımdan çıxıb. Raul üçün çox gözəl bir dəstə almışam. Belə yaşıl rəngdə, üzərində dinozavr şəkilləri ilə. Bunun səhv eləməmsə 3-4 yaş aldım ki, rahat olsun əyninə. Belə bir sportiv dəstdir. Harasa gedəndə falan geyinməyə gözəldir, bəyəndim bunun da materialını. Hə qızlar, bunu da düzəltdim, çıxdım yuxarıya. Bu
işıqları belə bir şpilkalar var. Həmin onlara keçirtdim. Bu işığı keçən Temdan almışdım. Bu 1 metrənin, 3 metrənin 1 metrəyədir 10 dənə sıra var. Bu digəri isə pərdəyə taxdıqlarım isə 3 metrənin 3 metrəyədir. Elə bunlarda da 10 dənə sıra var. Bir dənə hər tərəfdən bir dənə sırasını belə bura doladım. 8 ədəd də ortada qaldı. 1 metrədə özüm bilə-bilə seçmişdim ki, bilirdim bu dəmirdən alacağım. İstəyirdim çünki keçən il bir blogerdə görmüşdüm, çox xoşuma gəlmiş. Yeni ildə gözəl bir dekor hazırlamışdı. Süfrəsində də çox gözəl qalmışdı. Elə də powerbankla qoymuşam burada. İşığı USB ilədir. Yəni powerbankla qoydum ki, işığı yansın. O başda oturanda narahatçılıq verməsin deyə qıraq tərəfə çəkdim, amma istədiyiniz tərəfə fırlada bilərsiniz. İndi mənim stolum bağlı vəziyyətdədir, yəni açmamışam. Amma açanda da, yəni onun boyu çatır. Bu tərəfdən uzanır, gördüyünüz kimi turbalar, dəmirlər uzanır və uzun bir stola da çox gözəl bir şəkildə yerləşdirmək olur, taxmaq olur. Kodunu da yazaram sizlərə, çox bəyəndim. Yeni ildə və yaxud Novruzda, hər hansısa bir bayramda, özəl günlərdə evinizi bu cür gözəl şəkildə dekor eləyə bilərsiniz. Ad günlərində şarlar da vurmaq olar. Yəni hər cür istifadə eləmək olar. Dediyim kimi çox bəyəndim qızlar. Sizlər də ala bilərsiniz. Qurulumu da çox rahatdır, asandır və belə. Və qızlar, indi isə keçirəm biraz təmizlik işi görməyə. Raul sağ olsun nar sokunu divanın üzərinə tökmüşdü. Həmin bu örtünün üzərinə tökmüşdü. Mən də götürdüm Faberlic'in bu ləkə çıxaran spreyi ilə onun üzərinə biraz fıskırtdım və atdım paltarın yanına, tərtəmiz oldu. Bir dənə də ləkəsi qalmayıb. Həmin bu nar izinin yerləri qalmayıb. Yaxşıdır, bəyəndim. Kodunu yazaram sizlər üçün. Faberlic'dən soruşursunuz ki, qeydiyyatdan keçmək istəyirik. Mən keçən dəfə əməkdaşlıq etdiyim Nazlı xanıma sizi yönləndirmişəm. Əgər lazım olsa yazarsınız mənə. Yenidən sizi yönləndirərəm həmin xanıma və istədiyiniz vaxt sifariş yerləşdirə bilərsiniz. Həm eviniz üçün, həm özünüz üçün fərq etmir. Yəni onu artıq Nazlı xanım sizə izah eləyər, amma belə orada yəni məcbur deyilsiniz satış eləməyə. Sadəcə öz eviniz üçün də lazım olanları alıb sifariş eləyə bilərsiniz rahatlıqla. Burada isə nə hazırlayıram? Deməli, gül kələmi istəmişdim, yoldaşım aldı. Onu biraz suda qaynatdım. Daha sonra un, yumurta və suxari ilə birləşdirib qoyacağım duxovkaya bişməyə. Yağda da qızarda bilərsiniz, amma biraz yüngül olsun deyə dadı çox belə yağlı olmağını istəmirdim. Ona görə duxovkada bişirdim və çox da dadlı alınır. Yenə hazırlayacağım inşallah. Rahatlıqla dietik bir yemək olaraq. Həm dietikdir, həm də ki biraz belə xırçıltılı olmağı da xoş gəlir ki, ən azından biraz fast food dadı gəlir. Arada belə atışdırmalıq hazırlayıb yemək olar. Hər hansısa bir sos ilə ketçup, mayonez qarışdıraraq da yeyə bilərsiniz. Yəni zövqə görə dəyişir və uşaqlarınıza da yedizdirə bilərsiniz. Çünki nagəsdən fərqlənmir. Çöl tərəfi xırçıltılı, içərisi isə yumşaq bir dadı var. İstədiyiniz zaman uşaqlarınız üçün də özünüz üçün də bişirə bilərsiniz. Çox dadlı alınır. Burada isə əlavə elədiyim yağ zeytun yağıdır qızlar. Duxovkaya qoyduğum üçün birazca da zeytun yağı əlavə elədim, amma siz sadəcə yağda da qızarda bilərsiniz. Əlbəttə ki, istəyə görə dəyişir.
Və növbəti gündən paltarları qatlayarkən də istədim sizlərə çəkim, biraz da sizlər üçün motivasiya olsun. Bu evin paltarları da bitmir ki, bitmir. Yəni hər gün paltaryan işləyir, hər gün quruducu işləyir və mən hər gün bu səhnəni yaşayıram. Ən azı 2 dənə paltaryan, paltar qatlayıram, yerlərinə yığıram. Səhəri gün yenə eyni vəziyyət. Hələ bunun qətvəsi var, pasteli var. Yəni ki, bunlar da tez-tez dəyişdiyinə görə bizim evdə paltar bitmək bilmir heç vaxt. Qızlar, arxacıyama baxın. Görün nə gözəl olub. Buradan belə bir budağı çıxardır. Bu hissəsini də düzəltdim. İndi inşallah sağlam böyüyər. Bu klipslərdən yenə olmalı idi. Taparam. Böyüdükcə burada yenə taxmaq lazım olacaq. Və belə bunu da qoyum yerinə. Suyu da var. Alt hissəsində suyu da var. Amma rəngi dəyişib. Bu qabda da dəqiqə başı çıxardıb suyunu dəyişmək olmur. Gərək ümumi torpağı çıxardasan, gülü yerindən oynadasan. Onu da eləmək istəmirəm. Çünki görürəm ki, sağlam böyüyür. Yarpaqların canlılığına baxın, gör necə görsənir. Gözəl görsənir. Bu yarpaq artıq biraz bərkitdi, belə qurudu. Hiss olunur ki, o qədər də inkişaf getmir orada. Bunun yarpaqları tamamilə töküldü, sadəcə özü qalıb. Bunu da səfərlərimsə kəsməliyəm artıq. Araşdırıb bununla bağlı görüm nə edəcəm. Kəsərəm uzaqbaşı. Amma dediyim kimi bu yerindən çox gözəl budaq verib. İnşallah güllü vaxtını da paylaşmaq qismət olar da görək də. Siz də mənim kimi gözləyirsiniz, mən də gözləyirəm. Görək bunun axırı necə olacaq. İnşallah yaxşı olar. Bu qədər əziyyət çəkiriksə, əminəm ki, bəhrəsində görəcəyik. Burada da etiketində yazılıb ki 25-15 dərəcə arasında, temperaturumuz da 25 dərəcədədir. Yəni ideal dərəcəsindədir. Və artıq burada da vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.